Salam əziz həmkarlar. Biokimya, plastik və energetik mübadilə. Uyğunsuzluğu müəyyən edin. Anabolizm qaldırmaq doğrudur. Plastik yapmaq yox, formalaşmaq düzəltmək deməkdir. B bəndi səhvdir. Katabali tullama, dağılma düzdür. Metaba ilə çevrilmə düzdür. Assimilyasiya, birləşmək, mənimsəmək düzdür. 2. ATF haqqında hansı ifadə yanlışdır? Kimyəvi tərkibinə görə nukleotiddir düzdür. ATF molekulu hüceyrədən hüceyrəyə, canlıdan canlıya keçə bilmir düzdür. Qış yuxusu getməmiş heyvanlarda ATF sintezi demək olar ki, getmir düzdür. ATF-in parçalanması zamanı ayrılan fosfat turşusu orqanizmdə toplanır, yox toplanmır olmalıdır, səhvdir. Əzələlərdə ATF ehtiyatı onun 20-30 dəfə yığılmasına kifayət edir düzdür. Canlıları bilavasitə enerji ilə təmin edən proses əlbəttə ki, hüceyrə tənəffüsüdür. B variantı. 2 mol süd turşusunun oksigenli parçalanması zamanı 2 mol süd turşusu 1 mol glikoza deməkdir. Glikozada oksigenli parçalanması zamanı 36 mol ATF yaranır. Bu da eləyir C variantı. 720 qram glikozanın oksigenli parçalanması zamanı əmələ gələn suyun mol sayı qədər su. Burada dayanın. Özünüz bilirsiniz ki, oksigenli parçalanmada 180 qram glikoza parçalananda 42 mol su ayrılır. 720 qram glikozada parçalananda 42-ni vurursunuz 720-yə, bölürsünüz 180-ə, 168 mol da buradadır. İndi deyir 168 mol DNT molekulunun sintezi zamanı ayrılmışdır. N çıxağı 2 bərabərdir 168, N də bərabərdir 170. Yəni burada 170 nukleotid var. Bu 170-in yarısı 85-i bir zəncirdədir, 85-i də bir zəncirdədir. Sizdən bir zənciri soruşduğu üçün bu eləyir 85. Zülalın biosintezi zamanı hər iki mərhələdə ayrılan sudakı protonların sayı. Əlbəttə 3980-i bölürük ona. 398 mol soyu tapırıq. Çünki 1 mol suda 10 proton var. Biosintez deyəndə M-1 translasiyadadır, 3M-1 də transkripsiyada. Cəmi eləyir 4n-2. 4n-2 bərabərdir 398. 4n də bərabərdir 398-i bölürsünüz 2-yə, tapırsınız. Üstə gəlirsiniz ki 400. N də bərabərdir 100. Burada 100 dənə amin turşusu var. Sizə deyir ki, bu zülal haqqında məlumat daşıyan nuklein turşusu neçə nukleotiddən ibarətdir? 100 amin turşusu, üstə gələk bir dənə də stop. Cəmi 101 dənə amin turşusu olur. Nukleotid deyəndə vurursunuz 3-ə, tapırsınız ki 303 dənə sizin nukleotidiniz var. Görək bu nədir? Bu da olur D bəndi. Kütləsi 7218 olan zülal molekulunun maksimum 20 saniyə ərzində sintez olunduğunu nəzərə alaraq, bu molekulun tərkibində bir amin turşusu qalığının radikalının kütləsi nə qədərdir? Zülal molekulu funksional qrup üstə gələk radikal əmələ gətirir. Sən də bilirsən ki, funksional qrupu tapmaq üçün 56N üstə gələk 18 düsturun var. N burada amin turşusudur. Sən də bilmirsən nə qədər amin turşusu var. 5 amin turşusu zəncirə 1 saniyə birləşir. Və 20 saniyə neçə amin turşusu birləşəcək ki? X də bərabərdir. 100 amin turşusunu burada tapdın. 56-nı vurursan 100-ə, üstünə gəlirsən 18. Bu deyiləyir 5618. Bu olur zülalı hissə. Bizim də ümumi kütləmiz 7218-dir. 7218-dən çıxıram 5618 zülalı hissəni, yerdə qalır 1600 nukleotidim. Nukleotid nə idi? Radikalı müzürlü sayın. Bu 100 amin turşusu üçündür. 100 amin turşusunda 1600 nukleotid, 1600 radikalın kütləsidir. Səndən də məsələnin şərtində 1 amin turşusu deyir. 1 amin turşuda da X. 1600-ü də bölürsən 100-ə, tapırsan bir dənə amin turşusu. Bax, burada 5-də 1, 20-də X-i bilirsən hardan almışam. Deyir, yaxı 1 amin turşusu zəncirə 5-də 1 birləşir. Və 20 saniyə neçəsi X, yenə 100 eləyir. Bunu belə də yaza bilərsən. 5 amin turşusunu zəncirə 1 saniyə, 20-də X bu cürdə yaza bilərsən. 8-ci. Məlumat erentidə nukleotid ardıcıllığı aşağıdakı kimidir. Bu erentidə zülal biosintezi zamanı neçə növ nəqliyyat erentisi iştirak eləyər? UAG stopumdur. Stopum iştirak eləməyəcək. 1, 2, 3, növ dediyi üçün, bundan da 2 olduğu üçün bunu bir növ götürürsünüz. 1 dənə, 2 dənə, 3 dənə, 4 növ.
Yəni QQU, QQU, yəni guanin, urasil, guanin, urasil 2 ədəd bir növdür. Ona görə də olur bu 4 növ. 574 amin turşu qalğınından ibarət olan hemoglobin zülalının biosintezi prosesində translasiyada N-1 sayda su, N-1 sayda da peptidin var. İndi baxın, hemoglobin 4 dənə zəncirdən ibarətdir. Ona görə bunu N-4 yazacağım. N-4 bərabərdir 574, N də bərabərdir 570. 570 su ayrılır. Peptid rabitəni də tapanda bu cür tapırıq. 570-də peptid olur. Cəmin də soruşanda 1140. Bu da eləyir A variantı. DNT molekulu 600 nukleotiddən ibarət olan hissəsində genetik məlumat əsasında zülal biosintezi getmişdir. Bu zülalın tərkibində maksimum neçə növ, neçədə amin turşusu. Ümumi isə 3 dənə mənim nukleotidim birləşib bir amin turşunu əmələ gətirir. 600-ü bölürəm 3-ə və heç bunu belə yazmayın. DNT molekuldur, 600 nukleotiddən ibarətdir. Bunun 300-ü birinci zəncirə düşür, həmkarlar. 300-ü ikinci zəncirə düşür. Sənə deyir ki, məlumat. Deməli, bundan da məlumat rentezi sintezi olunur da, zülal biosintezi. İkinci zəncirdə 300 nukleotidin varsa, burada da 300 olur. İndi bu zülalın tərkibində maksimum neçə növ? Neçə növ deyəndə elə 20 növ amin turşum var, 20 növü də iştirak eləyir. Neçədə amin turşusu? 300-ü böləcəm 3-ə, tapacam 100 dənə amin turşusu. Bu 100 dənə amin turşunun biri də stopa gedir. Yerdə qalan 99-u zülal sintezində iştirak eləyir. Bu da eləyir 20 növ 99 ədəd A variantı. Daha sonra tərkibində 27 amin turşu olan zülal molekulunda bütün amin turşu növlərinə rast gəlinərsə, zülal sintezində rol oynayan məlumat rentədə ən azı neçə növ kodon olar? Baxın həmkarlar, biz bilirik ki, bizim 20 növ amin turşumuz var. Bunu bilirsiniz. Deməli, sənə də deyir ki, 27 maksimum sənin 27 dənə amin turşun varsa, əlbəttə ki, bunun 20 növünün 20-si də iştirak eləyəcək. Bu zülal kodlaşdıracaq. Üstəgələk bir dənə də stopun olacaq. Bu da eləyəcək 21 növ. Yəni, burada özünüzü çaşdırmayın. İndi deyə bilərsiniz ki, 27 amin turşusu var. Necə 21 növ oldu? Məsələn, tutalım ki, bax, 1 amin turşusu, 2, 3, 4, 5, düz 19-a qədər davam eləyir. Gəlir 20-cidə. 20 elə bil ki, arxa-arxaya təkrar gedir də 27-ni əmələ gətirir. Ona görə də 20 növün 20-si də iştirak eləyir, bir dənə də stopun. Bu da eləyir 21. Məlumat rentenin kodlaşdırıcı sahəsinin kütləsi 99.000 olan AKB-yə bərabərdir. Əvvəlcə sən bunu 300-ə bölüb nukleotidin kütləsinə bölüb, ümumi nukleotid sayı tapırsan. Burada olur 303 dənə nukleotidin. Amma sənə bir peptid rabitə deyir. Elə zəncirin bir əvvəlindəki, bir də sonuncusu bir peptid rabitədir. Burada 2 dənə. Arxanı bizi çaşdırmaq üçün veriblər. Zülalın sintezi zamanı ayrılan su molekulunda 1290 proton olarsa, sən 1290-ı tez bölürsən 10-a, 129 su molunu tapırsan. Bu zülalın sintezində iştirak edən məlumat rentesində sintez olunduğu DNT molekulunun müvafiq hissəsində nukleotidlərin sayını tapın. M-1 bərabərdir 129, bu da M bərabərdir 130 dənə amin turşu var sənin burada. İndi səndən deyir ki, 130 amin turşunu bilirsən. Üstə gəl bir dənə də stopu gəlirsən, 131 amin turşusu. Bunun da hər biri 3 dənə, yəni nukleotiddən kodlaşıb. 131-i də 3-ə vuranda eləyir 393 nukleotid. Bu bir zəncir üçündür. DNT molekulda 2 zəncirdən ibarətdir. Bunu da vurursan 2-yə, tapırsan 786 nukleotid. B variantı. DNT molekulunun müəyyən bir hissəsində bir zəncirdə nukleotid sayı belədir. Baxın, ümumi hidrogen rabitən bərabərdir 2 adenin, üstə gələk 3 guanin. Sənə burada adenini x-lə işarə eləyib. 4440 bərabərdir. Adenin burada x-dir. X-i qoyarsan yerinə. Çünki səndə adenin x-dir, timində 3x-dir. Və ya bunun komplementarını düz molekuluna yazırsan. Adenin burada x-dir, timin də 3x-dirsə, timinin qarşısında da yenə adenin duracaq 3x. 3x adenin burada, 2 adenin də burada. Eləyir mi 4x? 2 vuraq 4x. Üstə gələk. 3 vuraq. Guanini necə yazarsan? Bax, guanin burada 2x-dir.
Burada da sitozinə verib x plus 50. Sitozinin komplementarı guanin də x plus 50'dir. Yəni guanin olacaq 2x burada, x plus 50 də burada. Bu deyir 3x plus 50. 3x plus 50. Buradan mötərəzəni tap. 4440 bərabərdir. 2-ni 4'ə vuranda 8x üstə gələk. Mötərəzini açırsan 3 3'ə 9x üstə gələk 150. 17x də bərabərdir 4350. X də bərabərdir 250. Burada x-in 250'dir. İndi gətir qoy yerinə nukleotidlərin sayını tap. Bir dənə zəncirdə. İndi baxıram. X 250 idi. Deməli adeninim 250'dir. Guaninim 250'ni 2'yə vuranda eləyir 500. Deməli bir zəncirdə guaninim 500'dür. Sitozin 250 üstə gələk 50. Deməli sitozinim 300'dür. Timinim də 3'ü vurursan 250'yə bu nə eləyir? 750. Bunların cəmini toplasan eləyir 1800 dənə nukleotid. Sən də bilirsən ki 1800 nukleotid 3-3 birləşir. Translasiya dediyi üçün amin turşusunu tapmalıyam. Əmələ gətirir 600 dənə nə? Amin turşusu. İndi baxın bu 600 amin turşusundan biri stopa gedir. Yerdə qalan 599'u zulal sintezində, yəni translasiyada iştirak eləyir. Səndən də minimum nə qədər vaxt deyir? Elə 599'un minimum dediyi üçün 6'da 1'ini tapırsan. 599'u da 6'da 1'ə böləndə eləyir 99,8. Bu da eləyir A variantı. Radikalı C2H2SH olan karbon H2SH, yəni sisteində 98 ədəd sistein amin turşusundan ibarət zülal zənciri. Sən də bilirsən ki, amin turşunu əmələ gətirir radikal, bir də funksional qrup. Əvvəlcə funksional qrupu tap. Belə bir düsturun var. 56'ın üstə gələk 18 bərabərdir. 56 vuraq. M burada amin turşusudur. 98 üstə gələk 18. Bu da bərabərdir. Funksional qrupun kütləsi eləyir 5506. İndi radikal. CH2SH-ın kütləsi normal halda 47'yə bərabərdir. Sənin də 98 dənə amin turşun varsa, deməli 98 ədəd də radikalın var. 47'ni vurursan 98'ə bunun kütləsini tapırsan. 47'ni də 98'ə vurub üzərinə kütləni tapassan, qoyun vurum tapım. Bizə dəqiqə gözləyin. 47 vuraq 98. Bu da eləyir 4606. İndi səndən zulalın kütləsini soruşduğu üçün 4606 radikalındır. 5506 da funksional qrupundur. İndi bunu topla. Bu da eləyir 10112 A variantı. Daha sonra DNT zəncirinin sintezi zamanı 129 mol su ayrılıb. Ümumiyyətcə zəncir deyirsə M-1'dir. M-1 bərabərdir 129, N də bərabərdir 130. Bunu buradan tapdın. 131 zəncirdədir. Molekul deyəndə DNT-ni vursan 2'yə eləyir 260. Deməli 260 dənə DNT molekulumda nə var? Nukleotidim var. Deyir bütün nukleotlər biri-birinə bərabərdir. Yəni hamısının ikisindən 2 adenin üstə gələk 2 timin, 2 guanin, 2 sitozin bərabərdir 260. 4x bərabərdir 260, x də bərabərdir 65. İndi deyir hidrogen rabitələri. Ümumi hidrogen rabitələri bərabərdir ümumi nukleotlər üstə gələk guanin. Bərabərdir ümumi nukleotidləri tapdın 260. Guanin də 65, o da bərabərdir. Bu da eləyir 325 C variantı. Oksigenli tənəffüsü zamanı hidrogen atomu daxili membranın daxilində toplanır səhvdir. Oksidaza fermenti elektronları oksigendən ayırır səhvdir. Membranlar arası sayədə oksigen toplanır səhvdir. Elektrik enerjisi kimyəvi enerjiyə çevrilir D variantı. Proton kanalı vasitəsilə hidrogen protonu mitoxondrinin xaricinə keçir, bu da səhvdir. Zülal biosintezində iştirak edən amin turşuları minimum və maksimum neçə növ kodlaşdırılır? Minimum 1 növ, maksimumda 6 növ nukleotidlə kodlaşdırılır. Bu da eləyir A variantı. Əksər zülalların sintezi hansı kodonun ribosomdakı, yəni startı toplasan da AUG start kodun. Start AUG, bu da eləyir B variantı. Fotosintez prosesi oksigenli tənəffüsdən fərqli olaraq hidrogen protonları daxili membranın xaricində yox, daxilində toplanır. Bu da olur C variantı.
21. Bitki 4 saat ərzində 200 qram üzvü maddə əmələ gətirirsə, sizin belə bir düsturunuz var. M bərabərdir S vurulsun T. Burada M kütlədir. Sən S'i səthinin sahəsini tapmalısan. S bərabərdir M bölünsün T. M nədir? 200. 200 bölünsün T də 4-də zamandır. Bu deyir 50. 50-ni tapdın. İndi deyir quruda və okeanda müvafiq olaraq nə qədər oksigen olmalıdır? Okeanda günəş enerjisinin 0,4%-dən istifadə edir. 50-ni böləcəksən 0,4-ə. Bu deyiləcək 1250. A variantı. Bax, bu ilmik sualı idi. Verilmiş qida zəncirində produsentin üzərinə 10.000 kilojul enerji düşərsə, 10.000 kilojul enerji produsent su bitkisidir. Bu günəş enerjisinin 0,4-dən istifadə edəcək. Yəni 100.000-im 100%-dirsə, 0,4-ümdə ikisidir. İkisi də bərabərdir, eləyir 40 kilojul. Gəlin baxaq, bu delədi Y variantı. Fotosintezin işıq mərhələsinin əsası ATF, əlavə məhsulu da oksigendir. Görək, harada var bu? Bu deyir C variantı. Fotosintez zamanı Kalvin sikli. Kalvin siklidə pentoza C5 parçalanır C6-ya, o da 2 mol davamsız triyozya, təzdən bir də heksoza, heksoza da glikozanı əmələ gətirir. D variantı. Fotosintez haqqında verilən məlumatlara əsasən yanlış variantı seçin. Nadiyef vurulsun hidrogen sintezi fotosintezin qaranlıq mərhələsində baş verir. Yanlışdır bu. Nadiyef vurulsun hidrogen oksigenli mərhələdə, oksigenli nə idi? Fotosintezin işıq mərhələsində yaranır. Molekulyar oksigen işıq mərhələsinin əlavə məhsuludur, düzdür. Hidrogen stromada olan nadiyef vasitəsilə daşınır, düzdür. Suda ayrılan proton tilakoid membranın daxilində toplanır, düzdür. Xlorofilini itirmiş elektronları hidroksil ionlarından alaraq bərpa edir, düzdür. Deməli, o da variantı. Uyğunluğu müəyyən edin. Əksər quru bitkiləri 1%-dən, yəni B bəndi. Okeandakı bitkilər 0,4 C bəndi, xlorella yosununda 12%-dən A bəndi. Bu deyir BCA. Fotosintezin mexanizminə təsir edən daxili amil, karbon qazının miqdarı, işıq şiddəti, dalğa uzunluğu, su və mineral maddələr xarici amildir. Amma fermentlərin miqdarı daxili amildir. Kükürt bakteriyalar qırmızı bakteriyadan fərqli olaraq H2S-dən hidrogen mənbəyi kimi istifadə edir. Yox, ham hidrogen mənbəyi kimi sudan istifadə edir. Amma H2S-dən enerji mənbəyi kimi istifadə edir, bəli. Bəzi canlılarda fotosintez zamanı ətraf mühitə oksigen ayırdığı halda bəzilərində bu baş vermir. İstifadə etdiyi hidrogen mənbəyi fərqli olduğu üçün. Bəziləri məsələn sudan istifadə edir, oksigen ayırır. Bəziləri istifadə eləmədiyi üçün oksigen ayıra bilmir. Deməli, bu da olur burada. İstifadə etdikləri hidrogen mənbələri fərqlidir. C variantı. Daha sonra 29'dur bu. Aha. C variantı 30. Hansı cümlədə bütün sözü ilə başlaya bilər? Bütün fotosintez edicilərdə karbon mənbəyi eynidir. Bax, bu düzdür. Yadınızda saxlayın. Bütün fotosintez edicilərdə karbon mənbəyi karbon qazıdır. Fotosintezin qaranlıq mərhələsi işıq mərhələsindən fərqli olaraq yalnız qaranlıqda gedir, xeyr. Həm qaranlıqda, həm işıqda. Tilikoidlərin membranında baş verir, xeyr. Əsas məhsul ATF əmələ gəlir, bu işıq mərhələdir. Nadiyef vurulsun hidrogen işıqda əmələ gəlir, amma hidrogen atomlarını ayırır qaranlıqda. D variantı. Hidrogen mənbəyi kimi molekulyar hidrogendən istifadə edən fotosintez bu yaşıl bakteriyalardır. Aha, növü haqqında verilənlərdən hansı yanlışdır? Xlorofil pigmenti sərbəst sürətdə sitoplazmada yerləşir, düzdür. Karbon mənbəyi kimi karbon O2 qazından istifadə edir, düzdür. Bu bakteriya yaşıl bakteriyadır, düzdür. Fotosintez prosesini həyata keçirərkən mühitə 6 mol oksigen ayırır, bax bu səhvdir. Reaksiya zamanı 12 mol hidrogen qazından istifadə edir, bu da doğrudur. Deməli 32 oldu, D variantı. Hansı proses zamanı ATF enerjisi əmələ gəlməz? Baxın, fotosintezdə də, xemosintezdə də, glikolizdə də, oksigenli tənəffüsdə də əmələ gəlir, aktiv daşınmada əmələ gəlmir, bu da Y variantı. Qaraciyər soruşusu deyəndə əlbəttə ki, bu oksigensiz mühitdə yaşayır, onda glikoliz mərhələni götürəsiniz. Glikoliz mərhələdə 120, bax deyir, neçə kilojul istilik şəklində ayrılır. 200 kilojul enerji var. Bunun 120-si istilik şəklində ayrılır. Burada 2 mol ATF molekul əmələ gəlir. Hər molekulda da 2 makroenergetik rabitə olduğu üçün
Bunu da yazırıq. 2 vurulsun 2, 4 dənə makroenergetik rabitə. 16-da da x. 120-ni vururuq 16-ya, bölürük 4-ə. Bu da eləyir 480. Yenə deyirəm, baxın. Bircə dəqiqə gözləyin. Həmkarlar, 34-dən davam edirik. Deyir, qaraciyər sorucusunun əzələ fəaliyyəti zamanı. Bilirsiniz ki, qaraciyər sorucusu qlikolizm mərhələdədir də, çünki oksigenli tənəffüs edə bilmir. Və oksigenli deyir 16 mol makroenergetik rabitə. Baxın həmkarlar, ümumilikcə belə deyək, yəni 120 kilojoule, 200 kilojoule enerji ayrılır. Bunun 120-si istilik şəklində ayrılır. 120 kilojoule istilik şəklində ayrılanda 2 mol ATF əmələ gəlir. Hər ATF-də də 2 mol makroenergetik rabitə olur. Bu da eləyir 4 mol. Və 120-də nə qədər x? 120 nə idi Allah? 16 makroenergetik rabitə dedi x. 120-ni vurduz 16-ya, böldüz 4-ə. Bu da eləyir 480. ATF sintetaza ferment kanalından neçə hidrogen protonu bu oksigenli mərhələdə keçir? 24 hidrogen protonu keçəndə istilik şəklində 2600 kilojoule enerji yaranır ki, bunun 160-ı istilik kilojoule şəklində ətrafa yayılır. Və 773,3-də x. 24-ü vurursunuz 773,3-ə, bölürsünüz 1160-a. Bu da eləyir 16. C variantı. Karbon qazı atmosferdə konsentrasiyasının hansı qiymətində fotosintezin intensivliyi daha yüksək olar? Karbon qazı ən çox olanda intensivlik daha yüksək olur. Bu da 0,4 D variantı. ATF enerjisi canlılarda hansı enerji növünə çevrilə bilməz? Əlbəttə ki, mexaniki, kimyəvi, elektrik, işıq çevrilir, amma səsə çevrilə bilməz. Y variantı. Fotosintezdə xlorofilin miqdarının asılıq qrafiki əvvəlcə artır fotosintez, sonra stabilləşir. Bu da eləyir A variantı. Kitabda da o cümlə var. Normal şəraitdə fotosintez zamanı 180 qram üzvü maddə əmələ gəlir. Burada da 6 vurulsun 22,4 litr oksigen ayrılır. Və məsələnin şərtində 22,4 litr oksigendən nə qədər x? 180 də bölürük 6-ya, tapırıq 30 qram. B bəndi. DNT molekulun üzərində yerləşən eyni gen sahəsində sintezi olunmuş tripletlərdən hansının sayı daha azdır? Məlumat rentezi üzərində olan kodon yox. Aha, nəqliyyat rentezi üzərində olan antikodon. Çünki məlumat rentesində olan stop kodlar nəqliyyat rentedə bunun komplementarı yoxdur. Ona görə B bəndi. Ribosom rentede olan nukleotidlər yox, DNT üzərində olan nukleotidlər yox. Hamısı eyni gen sahəsində sintez olunduğu üçün sayları bərabərdir. Xeyr, deməli oldu burada B bəndi.